Mən gedirəm, görürəmsə ki, o həkim siqaret çəkir. Ən azından mən nə eləyərəm? Mən ona baxıb siqaret çəkirəm. Qutara başqa şey yoxdur. Mən üzümü çevirərəm, gələnəm sizin kimi. Siqaretdən başqa vərdişlər var, Onlar var, Nədir o həlimə? Nədir o yanında? Hələ o vərdişlər də virüsün dipazitləri Siqaretdən toya getməlidir, o vərdiş var, gedir ondan. O da 3 kub, 5 kub. Hara aparır o uşağı zamanı? Bax, bundan gedir söhbət. Birinci növbədə, Səndən iraq. Əlim, biz bir dənə xahiş, mən danışım. Buyur atan, buyur. Birinci növbədə mən dedim ki, insan öz həkim olmalıdır. Öz həkim olmaq üçün nə olmalıdır? İnsanın beynində üsyan olmalıdır. İnsan, bəli, özünə mübarizə aparmağı bacarmalıdır. Nədəsi olmalı. Bugün mən bura gəlməmişəm əlimlə dalaşım və yaxud xanımın sözünə irad. Mən bugün bir göstərici kimi buradayam ki, Bəli. bütün Azərbaycan xalqına, xüsusilə də Tamamilə gənclərə. doğrudur. Çox son sözümüzü kəsməsək biz sizə minnətdarlığımı bildirərdik. Və mən bugün burada bir örnək kimi gəldim ki, yəni... Özünə gedirəm, mən nə deyirəm burada? Deyirəm, düz danışırsan da. Əlim, minnətdarlığım. Çox sağ olun. Buyur atan. Çox sağ olun. Və bugün mən bir göstərici kimi gəldim ki, bir zamanlar mən özüm pis vərdişlərin aludəçisi oldum. Bu da sizin gözünüzün qabağında oldu. Bugün mən yaxşı işlərlə məşğulam, bu da sizin gözünüzün qabağındadır. Mütləq deyil kiminsə ayağı daşa dəysin, ayılsın. Baxın ətrafa, baxın bizə, ayılın. Belə bir söz var da, sual əslində bu deyir. Ağıllı insanla müdrik insanın fərqi nədir? Sual verirəm, əlim, ağıllı insanla müdrik insan fərqi nədir? Sən yaxşı bilərsən. Ağıllı insan düşdüyü hər bir vəziyyətdən çıxa bilir. Müdrik insan o vəziyyətə ümumiyyətlə düşmür. Mən indi, yəni gənclərə birinci növbədə tövsiyəm budur. Müdrikləşmək lazımdır. Çünki bugünkü gənclərimizin öhdəliyinə düşür sabahki Azərbaycanımızın həyat müqəddəratı. Bugünkü gənclərimizin arasında siyasətçilər böyüyür, idmançılar böyüyür, alimlər böyüyür, gələcəyin diplomatları, gələcəyin sənətçiləri. Biz bugün bunun təbliğatını eləməliyik. Biz daha danışmalı deyilik. Mənim nənəm nakolka vurub, yaxud mən araq içmişəm, nə eləmişəm, nə eləmişəm. Xeyr, gəlin indi bir dənə belə deyək. Mən dedim yəni ki, mən özümün misal, sənin önündə gəlib, qısaca biləsən. Bir dəqiqə də. Hamısı nənəmiz olub da, bəlkə düz danışmıram. Gəl indi əl-ələ verək sizlə. Bir tövsiyə eləyək, görək bu pis vərdişlərdən necə can qutarmaq? Mən yolun deyirəm də. Deyin də, səhərdən burada belə Yolu bax sən, yolu sən. Yolu sən. mənəm sən. Sən, yəni ki, sən naqlər durursunmuşkən. Çox sağ ol. Efirdə insanlar baxırlar. Mən də şəxsən baxıram. Çünki mən o vaxtçılıq vəziyyətimi də görmüşəm, indi də görürəm. Yerlə göy qədər səndə çox irəliləyiş olub, həyata baxışların dəyişir. Çox sağ ol. Sən tamam elə bil ki, o qayıtmısan oradan. Mən istərdim, üzr istəyəm oğlum. Mən çox istərdim ki, mənim